Yaxşı borş rəngindən bilinər deyirlər. Günlərlə qalsa belə rəngi qıpqırmızı qalan borş hazırladım. İlk öncə iri sümüklü ətimizi bir kənarda qaynamağa qoyuruq. Keçirəm tərəvəzləri yuyub qabığını soyub borş üçün hazırlamağa. Soğanı kub şəklində doğrayıb ayrı bir tavada biraz kərə yağı ilə qovurub üzərinə rəndələnmiş kökü əlavə edib bir yerdə qovurmağa davam edirəm. Bu arada əgər borşun suyunun şəffaf olmağını istəyirsinizsə, ətin kəfini almaq mütləqdir. Daha sonra bişən əti kənara alıb sümüyündən ayırıb kiçik hissələrə bölürəm. Kənarda qovurduğum kök ilə soğanı isə ətin suyuna əlavə edirəm. Qeyd edim ki, siz qovurulmuş kök və soğanın üzərinə blenderdən keçirdiyiniz pomidoru və tomat əlavə edib bir yerdə qovura bilərsiniz. Mən unutduğum üçün sonradan pomidor və tomatın çiy dadı getməsi üçün qovurub yeməyə əlavə edirəm. Daha sonra doğradığım kələmi, əti, kartofu və ədviyyatlarını da əlavə edib tərəvəzlərin bişməyini gözləyirəm. Keçək əsas məsələyə. Mən borşun rənginin qırmızı olması üçün rəndələnmiş çuğunduru çox az duru yağda 5-10 dəqiqə qovurub tərəvəzlər tam bişdikdən sonra yeməyə əlavə edirəm. Çuğundur yavaş-yavaş öz rəngini yeməyə verməyə başlayır. Ən sonda isə doğradığım cəfərini də əlavə edib yeməyin altını söndürürəm. Mən borşu mayonez və xırda doğranmış cəfəri ilə servis edirəm. Siz zövqə görə qatıq və ya xama ilə servis edə bilərsiniz. Hazırlayacaq olanlara indidən nuş olsun. Hələlik gələn videolarda görüşənədək.